Ermənilər Xocalı Xankəndi yolu üzərində yerləşən Nənəbaba heykəli adı ilə tanınan biz dağlarımızıq abidəsi ilə bağlı iddialar səsləndirirlər. 1967-ci ildə abidə Sarkis Bağdasaryan tərəfindən dizayn olunsa da bu memarlıq nümunəsinin tikintisində Azərbaycanlılar da iştirak edib və cəmi 55 yaşlı abidənin ermənilərə aid olduğuna dair bu sərsəm iddialar əslində Qarabağ ermənilərin sonradan bu bölgəyə yerləşdirildiyinə dair daha bir faktor. Əməkdaşlarımız abidənin tikintisində iştirak edən Azərbaycanlı ilə görüşüblər. 1967-ci ildə tikilən və hazırda qondarma rejimin simvolu kimi istifadə olunan Biz dağlarımızıq abidəsi ilə bağlı müəyyən dövrlərdə iddialar səsləndirilib. Erməni irsinin nümunəsi kimi təqdim olunan bu abidə əslində elə Azərbaycan irsinə aiddir. Təkcə ona görə yox ki, Nənəbaba heykəli kimi də adlandırılan bu abidə Azərbaycanın Xankəndi şəhərində yerləşir. Həm də ona görə ki, abidənin tikintisində Azərbaycanlıların da əməyi böyükdür. Xankəndidə anadan olmuş, hazırda Gəncədə yaşayan Qəmbər Məhərrəmov kimi. 85 yaşlı Qəmbər Məhərrəmovun sözlərinə görə ermənilər abidə tikilərkən hansısa yazılardan ibarət vərəqi onun təməlinə yerləşdiriblər. İddia olunur ki, məsələ həmin vərəqlə abidənin tarixi də saxtalaşdırılıb. Getdik orada bir aşatka qayırıblar qəşəng. Şala da qazıblar. Böyüklər də yığılıb şalanın böyrünə birinin əlində potulqa vardı. Dəqiq mən gözümlə gördüm. Bir de Baxtiyar kişi deyirəm, bax bu bütün daşıyırdı maşınla. Baxtiyara xəbər çatdı ki, maşını doldu gətir. Gəldi, maşın gəldi düz yamanın yanına, dedi qaldı tök. Qaldırıb tökəndə o potulqanı da tulladılar içine. Ağzına tam doldurdular. Müsahibimiz deyir ki, abidənin tikintisində Azərbaycanlılar daha çox fəallıq göstəriblər. Mərmər döşürdüm, nə bilim, belə hər şey mən mərmər. Afkomun içində də mərmər nəçənlik dedi ki, Afkomun birinci mərtəbəsinin plaşaskasını gərək sad eləyəsən, mərmər döşənlə, səni göndərirəm. Doğrudan da özlərini Qarabağın qədim əhalisi kimi təqdim edən ermənilərin vur tut 55 il əvvəl tikilmiş abidədən simvol kimi istifadə etməsi onların bu əraziyə sonradan köçürüldüyünə dair növbəti sübutdur. Elə abidənin yerləşdiyi Xankəndi şəhərinin 1923-cü ilə qədərki xəritələrdə Stepanakert yox, məhz Xankəndi kimi qeyd olunması Ermənistanın ərazi iddialarının əsassız olduğunun bariz nümunəsidir. Rüstəm Mikayılzadə, Xaliq Qurbanlı, Rövşən İlyasov, ASTV Xəbər.